Niyə kifayət qədər su içmirsən? 3 gizli əlamət. Susadığını hiss etmirsən, amma bədənin susuzdur. Bu 3 əlamət bunu sənə deyir. Əlamət nömrə 1, tez-tez baş ağrısı. Başın səbəbsiz yerə ağrıyırsa, ilk düşündüyün şey stres olur. Amma çox vaxt səbəb sadədir. Su çatışmır. Əlamət nömrə 2, daim yorğunluq. Yetərincə yatırsan, amma yenə də halsızsan. Susuzluq qan dövranını zəiflədir. Beyinə gedən oksigen azalır və bədən tez yorulur. Əlamət nömrə 3, şirin istəyi. Birdən-birə şirin nəsə yemək istəyirsənsə, bədən ac ola da bilməz. Çox vaxt o sadəcə su istəyir. Bədən susuzluğu həmişə susamaqla göstərmir. Bəzən siqnallar daha gizli olur. Əgər faydalı oldusa, yadda saxla və bu gün neçə stəkan su içdiyini yaz.